Uşaqlar salam. Tez bu ilin 2026-nın 7 iyun qəbulu, yəni birinci cəhd qəbulunun suallarını izah etmək istəyirəm. Tez bir zamanda izah edəcəm. Bir dənə videonun gecikmə səbəbim buradakı açıq sual 23-cü sualda ilişməyim oldu. İki cavab tapdım. Cavabın nə olduğunu bilmirəm. Təhsil Nazirliyi hələ ki cavabı paylaşmayıb. Cavabı paylaşandan sonra tam dəqiq bir şey deyəcəm, amma indi hal-hazırda 23-cü suala qədər başlamaq istəyirəm izah. Birinci sualdan başlayaq. İnsanda həm daxili, həm xarici sekresiya funksiyasını yerinə yetirən vəzlər qarışıq sekresiya vəzləridir. Burada da mədalatı vəzni götürmək lazımdır. Bu arada bu izahım S variantının suallarıdır. A düzdür. Sonra spor, quş mamırı misalında deyirəm, spor haploid olur, protonema haploid olur, erkək gametofit və dişi gametofit haploid olur. Onlarda mitoz bölünmə yolu ilə gametlər yaranır, haploid olur, zigot diploid olur, qutucuq divarı diploid olur. Bunları toplayanda 10 edəcək. Sonra tiroksinin miqdarı fikir verirsə T1, T2 zaman aralığında azalır. Adrenalin miqdarı azalır. Adrenalin artsa qanda təzyiq yüksələr, azalsa azalar. Artsa ürək güclənər, azalsa azalar. Nəbz urğularının sayı təbii ki azalacaq, glukoza miqdarı azalacaq. Glukoza miqdarı artarsa həftə 3-4. Növbəti sual, aşağıda göstərilən heyvanları uyğunlaşdırmamız lazımdır. 1 quş, 2 mollyuska, 3 çərkə, 4 məməli, 5 balıq. Burada balıqla bağlı heç nə yoxdur. Yəni Y variantı olanların üzərindən avtomatik xətt. Çünki balığın ürəyində yalnız venoz qan olur. Çıxdım. İndi ürək boşluğundan yalnız arterial qan keçir. Yalnız arterial qan açıq qan damar sistemi olan mollyuskalar üçün keçərlidir. 1-ə 1. Onda A-nı da çıxdım. Cavabımız S olacaq. Sonra ürək boşluğundan həm arterial, həm venoz keçirsə bu həm məməli, həm də quş olacaq. 2-yə A və B. Üzürsəm A və D. 3-ə baxıram, ürək boşluğundan keçən qan nə venozdur, nə də arterialdır. Yəni bu nə deməkdir? Burada qan hemolimf adlanır, həşəratlara xasdır, qaz daşımır. Onda 3-ə də C. Sonra DNT molekulasında guanin ölçücə adeninə bərabərdir. Molekulada adenin yoxdur. Molekulada adenin yoxdursa, molekulada timin də yoxdur deməkdir. Molekulada adenin və timin yoxdur. Onda bu molekula nədən ibarətdir? Bu molekula guanin və sitozindən ibarətdir. O zaman buradan, məsəl üçün, bu zəncirdən məlumat RNT-si sintez etsək, o məlumat RNT-sinin olduğu zəncirdə yalnız guanin və sitozindən ibarət olacaq. Elə isə transkripsiya prosesində cəmi 4 növ nukleotid iştirak edər. DNT-nin guanini, DNT-nin sitozinə, RNT-nin guanini, RNT-nin sitozinə. Amma azotlu əsas soruşur. 2 növ azotlu əsas sintez olunar. Guanin və sitozin. Növbəti sual. Bu sual qəbula düşmə sualda 2 dəfə düşüb, ikisində də erkəkçi istəyirdi. Burada isə struktur elementlərinin cəmini istəyir. Eyni qaydanla ancaq C olacaq. Bütün zəncir otu, quş əpəyi, xanım otu, mərcik, tütün qutusu otu və ifşək qanqalının çiçək formulasını yazsaq. Zəncir otu K0, L5, Y5, D1. Quş əpəyi K0, K4, L4, Y6, D1. Xanım otu K5, L5, Y5, D1. Mərcik K5, L5, Y10, D1. Tütün K5, L5, Y5, D1. Qutusu otu K4, L4, Y6, D1. Eşək qanqalı K0, L5, Y5, D1. Saysanız rəqəmlərin belə dəyişdiyini görəcəksiniz. Vaxt getməsin deyə saymıram. Sonra deməli, 1 hər üçün ortaq xüsusiyyətidir. 2 şamla qarğıdalının süpürgə çiçək qrupu, yəni erkəyinin ortaq xüsusiyyətidir və 3 qarğıdalı ilə darının ortaq xüsusiyyətidir. Qarğıdalının süpürgə çiçək qrupu erkəkdir və formulasını xatırlayaq. C4, Y3, D0-dır. Darıda isə bu da süpürgədir. Bu isə C4, Y3, D1-dir. Yəni həm erkəkcik, həm dişicik var. İndi tozlamada iştirak edir. 3-ü də, yəni birə aid edə bilərəm. Erkəkçi sapına malikdir. Şamda bu yoxdur. Örtülü toxumlardan qarğıdalı və darıda var. Yəni B-ni 3-ə aid edərəm. 3-də B olmayanların üstünə xət. Cavab ya B'dir ya da C'dir. Maylama prosesi getmir. Darıda dişici olduğu üçün maylama prosesi gedər, amma şamda və qarğıdalıda olmadığı üçün getməz. C-ni 2-yə yazaram. Çiçək pulcuğu və çiçək pərdəsi var. Bu taxıllara aiddir. 3-ə aiddir. D-ni 3-ə yazaram. Haploid və diploid xromosom yığımına malikdir. Darıda dişici olduğu üçün triploid xromosom yığımı da var. Amma şamla qarğıdalda dişici olmadığı üçün triploid endosperm olmaz. Y-ni 2-yə aid yazaram. Bu da C bəndə olar. Bu şəkil lobiyanın toxumudur. Lobiyada endosperm olmur. Lobiyanın ürüşeyim hissələri zigotdan yaranır. Sadəcə olaraq 5 toxum qabığı zigotdan yaranmır. Lificiyin yumurtacığından yaranır. Yalnız 5. Hansı müddəa normal inkişaf edən 6 aylıq qız üçün xarakterlikdir. Yumurtalığında yetişməmiş yumurta hüceyrələri var. Bəli, 10-12 yaşında yetişəcək.
Postembrional dövrü embrional dövründən uzundur. Xeyr, postembrional dövrü 6 ay çəkib, embrional dövrü ana qarnında 9 ay 10 gün çəkib deyə götürək. Ona görə içini doğru götürmədim. 3 süd dişləri çıxmağa başlayır. Çıxmağa başlayır. Bəzi uşaqlarda hətta 5 ayında çıxır. Böyük yazı dişləri çıxır. Xeyr, qarışıq sekresiya vəzisi var. Bəli, yumurtalığı da var, mədalatı vəzi də var. Sadəcə yumurtalığı aktiv deyil, mədalatı vəzi aktivdir. Yas dövrü keçir. Xeyr, bu doğru olmayacaq. 1 3 5. Coğrafi və ekoloji nəvəmlə gəlməni uyğunlaşdırmaq istəyirəm. Tez biraz həyəcanlıyam, sürətli izah edirəm çünki başqa müəllim yoldaşlardan əvvəl yükləmək istəyirəm. Divergensiya baş verir, hər ikisinin təməlində var. Areal dəyişmir ekolojidədir. Davr qaraşanma coğrafidə yaranır. Ay, bax tələsən təndirə düşər, rəqəmlər səhv yazdım. 1, 2, 3. Arıquşunun 5 növü, qidalanmaya görə 5 növün yaranması bu ekolojiyə aiddir. Papuya sənceyin tərkibi dəyişir. Hardadır? Bu ikisinə də aid olar. İncişçəyin növləri yaranıb 6 olar. 3, 6, 1, 5, 2, 4 Y bəndi. Sonra çoban yastığının bal arısı tərəfindən tozlandırılması. Ümumiyyətlə tozlandırma mutualizmə aiddir. Bu sualı heç gözləmirdim. Qəşəng sual yazıblar. Onun için sevdim. Deməli burada ayrı cinsiyyətli meduza göstərildiyi üçün S bəndi hermafrodit sözünü çıxıram. Bir spermatozoid, 2 yumurta hüceyrəlidir. Hər ikisi bir hüceyrəlidir, hər ikisi qametdir, elə A bəndi düzdür. Postembrional inkişafı düz nədir? Xeyr, sürfə mərhələsi var, dolayıdır. Bu sual bir dəfə də var deyə. Hardasa var idi. 1, 4, 5, artıq beynim qarışıb xatırlamıram. 1, 4, 5, 1, 4 və 5. Diploiddir. Xeyr, 1 elə qametdir, haploiddir. 3 və 5 planuladan yaranır. Xeyr, 3 və 5 yəni ən azından 3 zigot planuladan yaranmaz, planula zigotdan yaranar. Keçək bu suala. Bu sualda bilmirəm, mənim beynim mi artıq yorulub, yoxsa nədir? Sırt bakteriyaları xemosintez edicidir, qırmızı bakteriyalar fotosintez edicidir. Üçü də onların ortaq xüsusiyyətidir. Produser canlılar olsalar da oksigen qazı sintez etmirlər, heç birisi etmir. O zaman beynin və anın üzərinə xət. Fəaliyyətin nəticəsində kükürt yaranır. Bu bir qazsın. Fotosintez edici pigmentə malikdir. Bu 3'ü 2'ye yazaram. Onda seni de pardon. Qeyri-üzüm maddənin üzüm maddənin kimyəvi rabitələr hesabına yaradır. Kükürt bakteriyası çünki xemosintez edicidir, avtomatik deyibəndir. Xlorofil sərbəst halda sitoplazmadadır. Bura yazaram. 2 də o zaman ortaq xüsusiyyət kimi götürdük. Sonra təpə və yan tumurcuqlar bu gövdə şəkil dəyişməsində olar. Məsəl üçün kök yumurusovda ola bilər, gövdə yumurusunda ola bilər, soğanaqda ola bilər. Bu kök yumurusuzu götürmərəm. 1, 2, 1, 2, 3 Y bəndi. 14. Marfan sindromu autosom dominantdır. Polidaktiliyada autosom dominantdır. 1'e AD. Sonra albinizm autosom resesifdir. 2'ye B. Sonra X kromosomu ile ilişiklidir. Hemofiliya başqa da yoxdur. Y ilə ilişiklidir. Pulcuqlu dəri. Kişilər çox xarakterikdir. Sonra şəkildə çiyin qurşağına aid, ümumiyyətlə qurşaq ön ətrafların qurşağına, yəni çiyin qurşağına aidləri istəyir. 5 kürək sümüyü, 3 körpücük sümüyü, 2 qarğı sümüyü, 2 5 2 3 5 deməlidir. Pankreatit, bəlkə inanmayacaqsınız. Mən bu gün yuxuda pankreatitin düşəcəyini gördüm. Hətta Instagramda filan da paylaşmışam. Buna bağlı status səhər saatlarda paylaşdım. Hələ onda siz imtahandaydınız. Mədalatı vəznin xarici sekretor funksiyası pozulanda da düzdür. Amileza miqdarı artmaz, azalar. 2 olanların üzərindən xət, 1 olmayanın üzərindən xət. Bağırsaq mühtəviyyatı turş olur. Düzdür. Yalnız karbohidrat həzmi pozulur. 4 səhvdir çünki bu yağın da zulalında həzminin pozulmasına səbəb olurdu. 5 düzdür. O zaman elə 1 3 5 deməli. Cinsi çoxalmada əmələ gələn canlının genotipi yalnız ana fərdə uyğundursa, bu partenogenez yolu ilə yaranan erkək bal arısı olar. Fərdi seçməyə aid olanlar burada düşmüşdür. Arzu olunan əlamətləri möhkəmləndirib homozigotların sayını artırır. C bəndi. 20-ci suala baxıram. 1 saya, 2 ennazolaqlı əzəlilər. Daha doğrusu bu saya da bu ennazolaqlıdır. 1 2-ni səhv dedimi? 1 2 3 xüsusiyyətlərdir. 2 ortaq xüsusiyyətdir. İşin qeyri-iradidir. Bu sayaya aid olar. A-nı 1-ə yazıram. Yığılma və boşalma hər ikisi üçün xarakterikdir. Mezodermal mərcəli olma hər ikisi üçün xarakterikdir. O zaman 2-yə B-də olanlar bu bir dənə C variantında və Y variantında var. Davam edək onda. Udlaq və qırtlaqca bu boğazıma aiddir. Boğazım da iradidir. Onda C-ni 3'ə yazaram. Onda elə C bəndi olar axtardığım cavab. İş avtonom idarə edilirsə bu da sayaya aiddir. C bəndi.
Sonra burada göstərilmişdir. Borlu sinir sistemi yoxdur. Qanda karbon qazı daşımır. Deməli bu hemolimfadır. Yəni artıq ikinci sualda bundan bağlı işləyirək. Yəni böcəklərdə 3 və 4-ü doğru götürərəm. Davam edək. Gəldik növbəti sual. İnsanın duyğu orqanlarının xəstəliyi deyil. Renit burun xəstəliyidir. Duyğu orqanına aiddir. Bir olanın üzərindən xətt. 2, 3, 4 həzmlə bağlı xəstəliklərdə elə 2, 3, 4-ü götürərəm. Oy, zəhlim getdi bu sualdan 23-dən. Heç kim inciməsinin sualı kim yazıbsa da sağ olsun, amma heç bəyənmədim, qəti bəyənmədim, şərti qəşək yazmayıb. İndi, yadınızda saxlayın. Azotlu əsaslar, əvvəlcə karbohidratı çəkmək istəyirəm. Bir nukleotiddə karbohidrat, azotlu əsası adenin yazdım, yenə karbohidrat, azotlu əsası guanin yazdım, yenə karbohidrat, azotlu əsası timin yazdım, yenə karbohidrat, azotlu əsasa tutalım sitozin yazdım. Karbohidratdan fosfat, özünün fosfatı çəkdim. Azotlu əsas təbii ki, hidrogen rabitəsinin yaranmasında iştirak edəcək. Bir azotlu əsas bir dənə karbohidratla arasında olan rabitəyə sahibdir. Yəni, bax buna. Bir də ki, qarşıda yerləşən nukleotidin azotlu əsası ilə arasında olan hidrogen rabitəyə sahibdir. İndi bütövlüklə hidrogen rabitələri 2400 verib. Bütövlüklə azot əsaslarının yaratdığı rabitəndə 4400 verib. 4400-dən 2400-ü çıxaram. Taparam 2000. 2000 nədir? Azotlu əsasın karbohidratla arasında olan rabitə. Yəni, bax, bu qırmızı rabitə. Və bu, hər nukleotiddə bir dənədir. Yəni, 2000 tapdınızsa bunu, bu 2000 dənə nukleotid deməkdir. DNT molekulasında 2000 dənə nukleotid var deməkdir. Yəni, bu hər zəncirdə 1000 nukleotid olması mənasına gəlir. Gəldik pentozaların əlinə gətirdi rabitə sayına. Burada məndən nə istəyir? Əgər pentozanın yaratdığı rabitə sayı deyirsə, bütöv DNT molekulasında deyirsə, mən belə götürəcəm. Bu mənim karbohidratım rozvi, çərçivəyə alaq. Bu karbohidratın yaratdığı rabitə nədir? Birinci karbohidrat, ən birinci karbohidrat. Yəni, adenin azotlu əsasının sahib olduğu karbohidrat. Bir dənə qırmızı xətlə göstərdiyim azotlu əsas ilə arasında olan rabitə. Bir dənə mavi xət ilə göstərdiyim özünün fosfat qalığı arasındakı olan rabitə. Bir dənə yaşıl xət ilə göstərdiyim özündən aşağıda yerləşən nukleotidin fosfatı ilə arasında olan rabitə. Yəni, birinci dezoksiriboza 3 dənə rabitəyə sahibdir. İkinci dezoksiribozaya gəlsəz, eyni şey olacaq. Qırmızı ilə göstərdiyim özünün azotlu əsası ilə arasında olan rabitə. Mavi ilə göstərdiyim özünün fosfatı ilə arasında olan rabitə. Yaşıl ilə göstərdiyim özünün aşağıdakı nukleotidin fosfatı ilə arasında olan rabitə. 3 rabitə buradan. Üçüncü, timinin dezoksiribozası. Timin ilə arasında olan rabitə. Özünün fosfatı ilə arasında olan rabitə. Özündən aşağıdakı nukleotidin fosfatı ilə arasında olan rabitə. 3 dənə. Və sonuncuda sadəcə 2 rabitə var. Hansıdır? Özünün fosfatı ilə olan rabitə və özünün sitozin azotlu əsası ilə arasında olan kovalent rabitə. Özündən aşağıda nukleotid gəlmədiyi üçün bura özündən aşağıdakı nukleotidin fosfatını çəkə bilmirəm. Burada da 2 olacaq. Yəni nə oldu? Hal-hazırda əlimdə 1, 2, 3, 4 dənə nukleotid var, 4 dənə dezoksiriboza var. Və yaxud da ki, buranı bir zəncir olaraq qəbul edəcək. Bir zəncirdə mən 1000 dənə nukleotid tapdım. Bir zəncirdə 1000 nukleotid varsa, bunun axırıncı nukleotidi 2 dənə rabitəyə sahibdir. Yerdə qalan 999 nukleotidinin karbohidratı 3 rabitəyə sahibdir. Buranı əgər hesablayası olsaq, 999 dənə, yəni axırıncıdan başqa yerdə qalan karbohidratların sahib olduğu rabitələri hesablasam, yəni buranı vurub hesablasam 2997. Üstünə axırıncı dezoksiribozanın sahib olduğu 2-ni gəlsəm 2999. Yəni bir zəncirdə 2999 rabitəyə sahib olacaq dezoksiriboza. 2 zəncirdə vuraram 2-yə, çünki molekula deyir. 5998. Cavab nə çıxıb bilmirəm. Hələ cavabı paylaşmırdılar. Mən 5998 tapdım. Amma düşünürəm, bəlkə belə bir şey də ola bilər. Bəlkə sadəcə olaraq dezoksiribozanın özünün belə deyək də, azotlu əsasla yaratdığı rabitəni soruşsalar, o zaman nə olar? Çünki burada uşaq 1998 yazıb, bu ehtimal da var, bəlkə bunu soruşub. Onda bir zəncirdə 1000 dənə dezoksiriboza var. Bunun sahib olacağı, üzr istəyirəm, azotlu əsasla dedimi, özündən aşağıdakı nukleotidin fosfatı ilə demək istədim, çaşdım. Yəni bunu demək istəyirəm. Sadəcə olaraq yaşılları götürər. Sadəcə yaşıl xətləri götürər. Yəni özündən aşağıda yerləşən nukleotidin fosfatı ilə arasındakı rabitəni götürər. O zaman nə baş verərdi? Molekulada hal-hazırda 4 dənə nukleotid var, daha doğrusu zəncirdə. Adenin, guanin, sitozin, timin nukleotidləri var. O zaman
Burada 3 dənə rabitə olar özündən aşağıdakı fosfat ilə əlaqəsi. 3 dənə yaşlı xətt çəkərəm. Nə olacaq? Molekulada 1000 nukleotid olsa, 1000 çıx 1, bir vahid əksik, 999 rabitə olar özünün aşağıdakı dezoksiriboza ilə yaratdığı bir zəncirdə. Bunu da vuraram 2-yə, taparam 1998 və yaxud birbaşa tapmaq istəsəm, molekulada 2000 nukleotid var. Bundan çıxaram 2-ni, 1998 dənə rabitə taparam. Bu rabitə nə olar? Bir dezoksiribozanın özündən aşağıda gələn fosfat qalığı ilə arasındakı rabitə. Bilmirəm burada cavabı nə götürüblər. Mən düzünə qalsa 5998 tapdım. Amma 1998 də çıxa bilər. Bilmirəm siz nə tapmısınız. Cavablar əlimdə yoxdur. Növbəti sual. Exinokokun aralıq sahibi insandır. İnsan bədənində yetkin fərd və yumurta ola bilməz. Altı qarmaqlı sürfə və finna ola bilər. 2-3 düzdür. Sonra qurbağa ilə bağlı verilib. Qurbağanın ürək boşluğunda 2 yox, 3 növqan olur. Döş sümüyü gövdə skeletinə aid deyil, bəli, çiyin uşağına aiddir. Bədən temperaturu ətraf mühitdən asılı deyil, asılıdır. Uzun borlu sümüklər postembrional dövrdə yaranır, hə. Postembrional dövrdə hiss orqanlarının müxtəlifliyi azalır, hə. Ontogenezində bir növ tənəffüs orqanına malikdir, ağciyərə malikdir. Dəri də tənəffüsdə iştirak edir, amma dəri tənəffüs orqanı deyil. Ona görə 2, 4, 5. Slamidiumuna da sualım. Ontogenezində həm haploid, həm diploid hüceyrə var, hə. Yalnız cinsi yolla çoxalma xlorilla üçündür. Zigotu mitoz yolla bölünür, xeyr, miyozla bölünür. 4 də düzdür. Və 7-ci sinif dərsliyi, köhnə 7-ci sinif dərsliyi, yəni 2021-2022 dərsliyində səhifə 17-də belə bir cümlə var idi. Xlamidiumuna da hazır üzüm maddə ilə qidalana bilir. Bu cümləni də salıblar, sağ olsunlar. Ona görə 1, 4, 5. Sonra fotosintez pigmentin əmələ gəldiyi era, bakteriyaların yaranmasına etibarən arxeik. İlk dəfə toxumla çoxalan bitkilər devonda yaranmış çırpaq toxumlar, yəni paleozoik. Paleozoik, danışamadım. Mən demişdim sizə, uşaqlar, cədvəldən sual düşəcək, əzbərləyin, videoma baxın, 29 dəqiqəlik. Sonra bitkilərdə bir toxumun əmələ gəlməsində 2 sperm iştirak edirsə, örtülü toxumlar təbaşir, yəni mezozoik. Rahat düşüb amma. Sonra gələk bu suala. Bir ananın qarnında 3 dənə eyni yumurta əkizi varsa, bu bir dənə ciftin olması mənasına gəlir. 3-ü də oğlandır. Qeyd elədik. Cift də bir dənədir. Bax, burada çəkdiyim bir dənə ciftdir. 3 dənə göbək ciyəsi var. 3 dənə də uşaq var. Hamiləlik müddəti də 5 aydır. Deyir ki, əkizlərin ontogenezi hansı orqanda başlayır? Ontogenez zigotun yaranması ilə başlayır. Zigot yumurta hüceyrə və spermatozoidin maylanması ilə başlayır. Yəni, uşaqlıq borusunda olur. Yəni, C orqanı. Birin cavabı C. Həmin orqan simpatik sinirlər və onurğa beyninin hansı şöbəsindən gələn impulslarla sinirlənir? Bunu da düşəcəyini bilirdim. 8-ci sinif dərsi, yəni 2023-dən çıxan 23-də uşaqlar, üzr istəyirəm, mənə zəng gəldi, videonu saxlamalı oldum, davam edirəm. Simpatik sinirlər baş və onurğa beynin hansı şöbəsindən çıxır? Baş beynindən simpatik sinirlər çıxmaz, onurğa beynindən çıxar, onurğa beynində bel şöbəsindən çıxar. Burada da C orqanı oldu. Davam edirəm. Cavab vərəqindəki cədvəli tamamlayın. Cavab vərəqindəki cədvəli indi mən tam çəkə bilməyəcəm. Uşaqlardan biri mənə atmışdı, ona uyğun mən sizə söyləmək istəyirəm. Deməli, belə bir şeymiş. Çəkiblər bunu. Müvəqqəti daxili sekresiya vəzlərinin adı və fəaliyyət göstərdiyi mərhələləri istəyir. Müvəqqəti daxili sekresiya vəzləri hansıdır? Hamiləlik dövründə. Sarı cisimdir. Sarı cisim haçan olur? Embrional dövrdən bəhs edir. Embrional dövrün birinci mərhələsi 6-7 gündə sintez olunur. Embrional dövrün ikinci mərhələsi, bəli, hələ ki döl dövrü yaranmayıb, burada sintez olunur. Üçüncü mərhələsi, bilirsiniz ki, embrional dövrün birinci mərhələsi başlanğıc dövrdə 6-7 gün ərzində davam edir. İkinci mərhələsi rüşeym dövrüdür, 2 ay ərzində davam edir. 2 ay. Hələ cift yaranmayıb. Cift 3-cü ayın əvvəli yaranır, ya da 2-ci ayın sonu 3-cü ayın əvvəli yaranır. Yəni, döl dövrünün başlaması ciftin yaranması ilə də. Cift burada yaranır. Lakin sarı cisim birinci mərhələdə fəaliyyət göstərir, ikinci mərhələdə fəaliyyət göstərir, üçüncü mərhələdə döl yarandı ya, cift yarandı ya 3-cü ayda. Bir ay sonra hormon ifraz edir axı cift. Ciftin hormon ifraz edəcəyi o bir ay ifraz edəcəyi vaxta qədər ki, 1 aylıq fasilə var, o 1 aylıq fasilədə sarı cisim fəaliyyət göstərir. Yəni, müvəqqəti daxili sekresiya vəzinə aiddir sarı cisim. Bu, embrional inkişafın birinci, ikinci və üçüncü mərhələlərində ifraz olunur. Sonra aiddir cift. Cift isə 3-cü mərhələdə əmələ gəlir və 3-cü mərhələdə sintez olunur. 1 ay fasilə verdikdən sonra. Uzun sözün qısası. Burada müvəqqəti sekresiya vəzinə yazacaqdım sarı cisim və yazacaqdım. Danışamıram. Embrional inkişafın birinci, ikinci və üçüncü dövrü. Sonra üçüncü dövründə ilk birinci ay bu arada. Sonra cift yazacaqdım. Cift isə embrional inkişafın üçüncü dövründə həm yaranır, həm hormon ifraz edir. 3 dənə əkiz var. 3 əkizin olması üçün zigot heç olmasa 2 dəfə bölünməlidir.
və 4 dənə blastomer yaranmalıdır. Yəni neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir? Neçə blastomerin bölünməsindən yaranmışdır? Hə, neçə blastomerin bölünməsindən. Burada işlər biraz qarışdı. Ümumiyyətlə neçə blastomerdən yaranmışdır? 4 dənə blastomerdən yaranmışdır. Neçə blastomerin bölünməsindən. Uşaqlar, 29-cu sualla bağlı bir də baxdım. Fəaliyyət göstərdiyi mərhələlərdən başqa deyəsən aylarında istəyirmiş. Ona görə mən əksik demək istəmirəm, belə götürmək istəyirəm. Mənə çünki uşaq belə yazıb ki, müvəqqəti daxili sekresiya vəzlərinin adı və fəaliyyət göstərdiyi mərhələlər. Amma deyəsən əksik göndərib. Ona görə mən hər ehtimala qarşı hamısını demək istəyirəm. Deməli, müvəqqəti sekresiya vəzləri sarı cisimdir. Sarı cisim eyni yumurta əkizidir, yəni üçü də eyni yumurta əkisidir, yəni bir dənə yumurta hüceyrə maylanmasına yaranıb. Yəni cəmi sarı cismin sayı bir dənə olacaq. Bir yumurtalığın içində bir folikul partlayıb və ondan 3 müxtəlif üç eyni yumurta əkisi yaranıb və sarı cisimdə həmin o partlamış yumurta hüceyrənin yerində yaranacaq. Sarı cismin sayı 1. Sarı cisim haçan hormon ifraz edəcək? Embrional dövrdə soruşur. Embrional dövrün həm birinci, həm ikinci, həm də üçüncü mərhələlərində sarı cisim hormon ifraz etmiş olacaq. Nə qədər sintez edəcək? 5 aylıq hamiləlik var axı. 5 aylıq hamiləliyin 3 ayında sintez edəcək. Çünki 3-cü dövr var ha, 3-cü dövr. Döl dövrü. Orada cift axı 1 ay hormon ifraz etmir. O 1 ayda sarı cismin payına düşəcək. Sonra cift haqqında danışaq. Cift 1 ədəddir. Çünki eyni yumurta əkizidir. 3 eyni yumurta əkizidir və 1 ciftdən yaranıb. Ciftin sayı 1 olacaq. 5 aydan 3 ayı sarı cisim ifraz edibsə, 2 ayında da cift ifraz edəcək. Qayıtmaq istəyirəm 30-cu suala. Dediyim kimi zigot bölündə 2 blastomer yaratdı. Amma 3 uşaq var. 2 blastomerdən 3 uşaq yaranmaz. Deməli, blastomer sayı 4-ə çatmalı idi. Məndən soruşsa ki, neçə blastomerdən yaranar? 4 dənədən. Lakin məndən soruşub, neçə blastomerin bölünməsindən yaranar? Bu 2 dənə blastomerin bölünməsindən 4 dənə yarandı. Bu 4-ündən də 3 uşaq yarandı. Ona görə məncə burada cavab 2 olmalıdır. Tam dəqiq cavabı bilmirəm. Məncə 2 olmalıdır. Sonra B orqanı. B orqanı yumurtalıqdır. Yumurtalıq diploiddir və qadına xasdır. Qadının diploid əslində 46 xromosom var. 23 müxtəliflik var. Yaranan uşaqlardan birinin, yaranan oğlan uşağıdır. Oğlan uşağının somatik hüceyrəsində 24 müxtəliflik olar. O zaman 23 bölü 24 götürmək lazım idi. İnşallah ki 29-cu sualı düz dedim, çünki əlimdə cədvəl cavab vərəqi yoxdur. Mənə göndərilənə əsasən izah etməyə çalışdım. Bir də inşallah 30-u da 23-də düz izah etmiş olaram. Çünki 23-də yenə deyirəm 1998-də də uyğun olur. Amma böyük ehtimalla 5998 olar deyə düşünürəm. Bu qədər yəni sadə salmazlar, amma əlimdə cavablar da olmadığı üçün tam dəqiq bir şey deyə bilmədim. Cavablar çıxandan sonra bunu daha sərgəli bir şəkildə izah etməyə çalışacağım.